Ləqəbi Tosudur. Azərbaycanda onu hər kəs Tosu kimi tanıyır. Alo. Razım, salam qardaş. Salam qardaşım, salam. Necəsən? Narahat eləmədim. Yox, sağ ol. Yox, xoşdur. Üzürlü say səni narahat edirəmsə, deməli mən gəlmişəm Motivator layihəsindəyəm, Motivator media mərkəzində. Aha. Mənə burada sual verdilər. Deməli bu bilmirəm baxmısan, baxmamısa bu Emin qardaş var, pəhlivan deyir 285 bench press vururam mən, sinəyə vururam. Yəni mən də deyirəm ki, 257 yarımdan artıq eləyən Azərbaycan təmsilçisi yoxdur da. Yəni bir dənə Razım Hüseynov Azərbaycanda Azərbaycan təmsilçisi 257 yarım eləyib. Bəli. 285 bench press-ə sən inanırsan yoxsa yox? Yəni Qardaşım, bax belə deyim də, bu rəsmi yarışda olan çəkidir, 257 yarım eləmişəm. 125 kilo çəkidə. O çəkini 285-i 200 kilo da adam olsa eləsə, mən karyeramı bağlayıram. Oy. Hətta deyir ki, mən 125 kiloyam. Yəni 200 kiloluq adam belə 285 eləsə Azərbaycanda, Azərbaycanlı olaraq. Hətta öz çəkisi 200 kilo olsun. Deməli 257 yarımdan çox vura bilməz də deyirsən. Mümkündür. Bax mən də o sözü dedim. Qardaşım 38 ildir mən bu idmandayam. İnan Allaha çox çətindir. Mənlə Mən bütün idmançılara uğurlar arzu edirəm. Azərbaycanda güclü oğlanlarımız çoxdur. Düzdür, ikimizdən güclü elə də yoxdur. Düşən Xəlilov 75'in bir nömrəsidir, 125'in də bir nömrəsi özüməm, mən belə deyirəm. Allah canımı sağ eləsin qardaş. Bir boy vaxtı harda ürəklər istəyir, yəni mən onları duelə çağırıram, duetə çağırıram. Aydındır. Mən 50 yaşım var, bugünkü gün yenə də çağırıram. Allah canımı sağ eləsin, fəxrimizsən.